Böyük var, uşaq var, məktəbli var. Bu yoldan keçmək olmur. Yağış yağanda tərpənmək olmur, gedib gəlmək olmur. Bir yanğın olsa, bir şey olsa bura pajanik girə bilər. Səbail rayonu 20-ci sahə Oqtay Daşdəmirov küçəsində yaşayan sakinlərdən qaynar xəttimizə şikayət daxil olub. Sakinlər burada yolun bərbad halda olmasından şikayət edir. Bizim şikayətimiz yoldandır. Burada hardasa bu yoldan istifadə edən hardasa 200 ev bu yoldan istifadə edir. Yağış yağanda tərpənmək olmur, gedib gəlmək olmur. Hətta belə xəstə olanda yəni təcili yardım maşınına çağırırıq, gəlmir. Yəni yola görə. Çox pis gündədir. Xahiş edirik aidiyyatı qurumlardan imkan daxilində bizim bu yola əncam çəksinlər, köməklik eləsinlər, heç olmasa müəyyən qədər düzəlsin. Yağış yağanda çox bərbad olur. Çox həddindən artıq bərbad olur. Böyük var, uşaq var, məktəbli var. Bu yoldan keçmək olmur. Ona görə xahiş edirəm ki, aidiyyatı qurumlardan bir əncam çəksinlər. Həmçinin burada yol var. Fövqəladə Hallar Nazirliyindən gəlmişlər, bura söktülər. Və yenə də orada kimsə yolun kənarını tikir, özə bərbad vəziyyətdə tikir. Gəlib baxan da yoxdur. Vallahi sabah bir təcili yardım maşını bura gəlsə, ora girə bilməyəcək. Allah eləməsin, bir yanğın olsa, bir şey olsa bura pajanik girə bilər, heç bir şey girə bilmir. Adicə bir zil gəlir, ora toxunub gedir. Taksi gələndə buradan gərək daldalı arxaya getməlidir ki, bu yol boşalsın, keçsin. Taksi də gəlmir, pajanik də gəlmir, təcili yardım da gəlmir. Xahiş eləmir, köməklik eləsinlər, bura bir yol çəkilsin. Mövzu ilə bağlı Səbail rayon İcra Hakimiyyətindən sorğu ünvanladıq. Sorğumuza cavab olaraq bildirildi ki, Səbail rayonunda son 7 ildə müxtəlif ünvanlarda 70 kilometrdən artıq asfalt örtüyü təmin edilmişdir. Qeyd olunan ünvanda nəzarətə götürülmüş və aparılacaq təmir işləri mərhələli şəkildə davam etdiriləcəkdir.